AB 2 rəqəmli ədədinin BA 2 rəqəmli ədədinə nisbəti 5-in 17-yə olarsa, A + B cəmini tapın. Burada kəsin qısa yolla da gedə bilərik. Belə ki, 17-də 5 kəsirinin hər tərəfini 3-ə vursaq, yəni AB bölü BA bərabərdir. 5-i 3-ə vursaq və 17-ni də 3-ə vursaq, alarıq 15, məxrəcdə isə 51. Gördüyünüz kimi AB, BA 15 və 51 oxşayır. Yəni A bərabərdir 1, B bərabərdir 5 olarsa, bu cəm də bizə 6 verməlidir. İkinci bir halda isə açaraq, yəni 2 rəqəmli ədədin açılışı kimi yazsaq, 10A + B, məxrəcdə isə 10B + A bərabərdir 5-in 17-yə nisbəti. Çarpaz olaraq vuraq 170A + 17B bərabərdir 50A 50B + 5A. A'ları bir tərəfə, B'ləri bir tərəfə keçirsək 170A çıxılsın 5A bərabərdir 50B çıxılsın 17B. Alarıq 165A bərabərdir 33B-yə. Və əgər 165-i 33-ə bölsək 5 qalar, deməli 5 vurulsun A bərabərdir. Burada da 1 qalar, 1 vurulsun B. Deməli A 1-ə, B də 5-ə bərabərdir. Onların da cəmi 6 verir.